Elə bil həyat qapı qonşumuzda xeyir işiydi, toy. Gəlini evdə vurdular. Vuranda qaça-qaç düşdü o göyşə. Qabımız, qazanımız hamısı toyxanada qaldı. Yeməyimiz qazanlarda qaldı. Telli Mirzəyeva Xeyrımlının həsrətini çəkən kənd sakinlərindən biridir. Onun ən böyük arzusu 33 il əvvəl tərk etdikləri doğma yurda qayıtmaqdır. Elə gözəl yaşayırdıq da, yaxşı yaşayırdıq. Gəldi, elə bir hadisə qopdu ki, bala. Hamımız qorxudan belə xəstəliklər keçirdik. Qaçdıq qazağa, yerləşdik. Bu saatda da yaxşı dolanırıq. Hər şeyimiz yaxşıdır. Ancaq haraya geçsən yenə vətən. Vallahi məni bir nəfəsə gedərdim. Gedib baxıb gələrdim. Bax o ölənlərimizin hamısını Allah rəhmət eyləsin. Hamısı kətliyə getdi. Hamısı deyirdi bircə kəndimi görəm. Harada gördüm? Hamımız da getmək istəyirik, vətənimizi istəyirik. Evimizin yerinə baxardım. Görüm tanıyacaqdım hasıdır. Yoxdur deyir, əsər əlamət yoxdur. Hər yer gedirsən get öz vətənim. Qeyd edək ki, Xeyrımlı kəndi 1992-ci ilin 8 martında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2024-cü ilin 19 aprelində isə Azərbaycan dövlətinin iradəsi ilə Qazağın işğal altında olan 4 kəndi, o cümlədən Xeyrımlı kəndi bir güllə atılmadan geri qaytarılıb.